Klientlər, hər birinizi xoş gördük. Biz ümumiyyətlə mövzularla bağlı çalışdıq ki, hər bir mövzunun qısa bir konspekti olsun. Vaxt məhdudiyyəti olduğuna görə və mən özümün də xüsusi bir imtahanı olduğuna görə mən fikirləşdim ki, konspekt hazırlaya bilmirəmsə, nə edim? Əlbəttə ki, əsas mövzulardan bəzi əsas bölmələr ki var, onlardan 100% sual düşəcəkdir. O bölmələrlə bağlı bizim PDF-lərimiz qruplara göndəriləcək və yaxud da konspektlər PDF formatında hazırlanaraq qruplara göndəriləcəkdir. Bununla bağlı heç bir narahatçılığınız olmasın. Amma mən sizə konspekt formatında, konspekt formasında bir izah vermək istəyirəm. Düşünürəm ki, bu izahla, belə deyək, mövzu sizin üçün daha anlaşıqlı olacaqdır. İlk öncə 51-ci, ikinci şans qrupuna hazırlaşan, ikinci cəhd imtahanına hazırlaşan abituriyentlərə 51-ci paragrafın konspekti göndəriləcək. Amma gəlin 52-ci paragrafa baxaq. Ümumiyyətlə 52-ci paragrafda biz nəyi bilməliyik və yaxud da qəbula ən çox nəyə düşür? Hər bir xırdalığı oxumalıyıqmı? Xeyr. Mən dediyim əsas məqamlara diqqət yetirsəz və yaxud da kitabdan həmin məqamların altından xətt çəksəz və yaxud da ki, siz öz elə mənim dediyim formatda yadda saxlasanız, bu sizin üçün kifayət edəcəkdir. İlk öncə 1-ci Rus-Qacar müharibəsi niyə başlayır? Bundan başlayaq. 51-ci paragrafı konspektini göndərəndə orada da baxarsınız. Gəncə xanlığı işğal edilir. İlk öncə belə deyək, 1804-cü ildə Gəncə xanlığı ilk işğal edilən xanlıqdır. Gəncə xanlığı Ruslar tərəfindən ilk işğal edilən xanlıqdır. Gəncə xanlığı Ruslar tərəfindən ilk ləğv edilən xanlıqdır. Bax, bu hissədə diqqətli olun. İndi mən burada nə etməliyəm? Burada Gəncəni işarələyirəm. Deyirəm ki, Gəncə xanlığının Ruslar tərəfindən işğal edilməsi artıq Qacarlar dövlətini narahat etdi. Qacarlar dövlətini narahat edəndə və Fətəli Şah Ruslara ultimatum göndərdi ki, tutduqları ərazilərdən, yəni Cənubi Qafqaz ərazilərindən çıxsınlar. Lakin əlbəttə ki, Rus bu ərazidən çıxarmı? Əlbəttə ki, çıxmaz. Çünki Carbalakən deyilisi sultanlığıdır, Gəncə xanlığıdır, ələ keçirilib və onun Cənubi Qafqazla bağlı çox böyük planları var. Və ultimatuma rədd cavabı verdi Rusiya və bununla da və yaxud da ki, rədd cavabı aldığı üçün müharibə başladı. Müharibə 1804-də başlayır, 1813-cü ildə başa çatır. Məsələn, qəbula düşən suallardan biri nədir? Baxın, qəbula nə düşür, nə düşmür, hər birini deyirəm. Bizdən keçən cəhdə hazırlaşan şagirdlər bilir ki, abituriyentlər bilir ki, dediklərimiz xırdalıqların çoxundan suallar düşüb. Məsələn, bizim ən çox qarışdırdığımız müəllim 1804-cü ilin müharibəsi, Rus-Qacar müharibəsi dövrünə aid deyil sualı verilə bilərsə, siz də deyirsiniz ki, Gəncə xanlığının işğal edilməsi və unutmayın, bundan situasiyaya sual da gələ bilər. Gəncənin işğalı 1-ci Rus-Qacara aid deyil və davamını gətirirəm. Deyirəm ki, Gəncə xanlığından sonra artıq Qacarlar Ruslara müharibə elan etdi. 1-ci Rus-Qacar müharibəsi başladı və hücum hədəfi hansı ərazidir? Mən buna baxıram. Deyirəm, Rusların hücum hədəfi İrəvandır. İrəvan xanlığıdır. Niyə İrəvan? Bax, bir fikir verin Gəncədən sonra İrəvana. İrəvan birincisi, diqqət yetirin, Osmanlı dövləti ilə həmsərhədi idi. Düşünürdük ki, Ruslar, qoy Gəncədən sonra gedim İrəvanı tutum. Həm strateji baxımdan çox yaxşı yerdə yerləşir, həm də ki, Osmanlıdan gələn təhlükənin qarşısını ala bilərəm. İrəvan uğrunda mübarizə, İrəvana artıq, bax, Rus gedir İrəvana, bax, R-nı yazıram bura. Rus İrəvana gedəndə artıq burada Qacarlar dövləti əlbəttə ki, İrəvana kömək edəcəkdir. Çünki artıq Ruslar, daha doğrusu Qacarlar rəsmi şəkildə Ruslara müharibə elan etmişdi və Qacarlar İrəvana kömək edir. Qacarlar İrəvana kömək edir, Ruslar gedir İrəvana və İrəvanda da 2 dənə döyüş olur. Bir Qəmərli döyüşüdür, bir də 3 kilsə döyüşü və yaxud da birinci 3 kilsə Qəmərli döyüşlər. Baxın, deməli, 3 kilsə 1804-cü ildə və Qəmərli döyüşləri baş verir 1804-də. Yadda saxlayırsınız ki, qalib gələn tərəf əlbəttə ki, burada Ruslar olmayacaqdır. Siz düşünürsünüz ki, Rusdur, amma Rus deyil. Burada Qacarlar qalib gəlir və yaxud da ki, İrəvan xanlığının üstünlüyü ilə başa çatır. Yadda saxla ki, 3 kilsə Qəmərli, hər ikisində Q var. Burada Qacarlar qalib gəlmişdir. Buradan da yadda saxlaya bilərsən. İrəvanda uğursuz olan Ruslar İrəvandan çıxır və 1-ci Rus-Qacar müharibəsi dövründə unutmayın ki, İrəvan tutula bilməmişdir. Ruslar qayıdır, gəlir hara? Ruslar gəlir Qarabağa. Yaxşı, Qarabağı çox uzatmırıq. Deyirəm ki, 1805-ci ildə Qarabağ xanı İbrahim Xəlil xan, bax adları diqqət yetirin. Şəki xanı Səlim xanla
Kürəkçay müqaviləsi imzalanmışdır. Kürəkçay müqaviləsi imzalanmışdır. Kürəkçaya bənzər müqavilə isə 1805-ci ilin sonunda Şamaxı ilə imzalanmışdır. Bax, bunu dərindən izahını vermirəm, çünki sizə dərin izah lazım deyil artıq. Vaxtınızda çox az qalıb. Yəni, bu qədər məlumatı, əsas məqamları yadda saxlamalısınız. 1805-ci ildə, baxın, göstərirəm. Bax, Qarabağla, bax, gördünüz də bura, Qarabağ və Şəki ilə Kürəkçay müqaviləsi imzalandı. Kürəkçay müqaviləsinin şərti çox asandır. Şamaxı ilə isə Kürəkçaya bənzər müqavilə bağlanıbdır. Çünki Şamaxı müqavimət göstərdi. Mustafa xan müqavimət göstərdi, amma rusların qarşısını tab gətirə bilmədi və Kürəkçay müqaviləsinə bənzər müqavilə imzalayaraq Qarabağ, Şəki və Şamaxı Rusun himayəsinə keçdi. Orada Kürəkçayın şərtlərinə mütləq baxın. Xanlığın, Qarabağ xanlığında deyir ki, xanlığın bütün əhalisi Rusiya təbəliyinə keçir. Xan və onun varisləri Rus çarına sadiq qalmalı. Çar isə öz növbəsində xan sülaləsinin öz ərazisində hakimiyyətini bütün zamanlar üçün təsdiq edir. Xan Çar xəzinəsinə hər il 8000 çevron xərac göndərməli idi və Şuşada Rus qarnizonları yerləşdirilməli və saxlanmalıdır. Oldu mu? Bu rahat hissəsidir. Çətin deyil. Buna qədər yaxşı gəldik. Gördünüzmü? Himayəyə keçdi Qarabağ, Şəki, Şamaxı. İndi 1806-ya gəlirəm. Bax, əzizim, 1806-da yadda saxla ki, Sisyanov gedir Bakıya, Bakıda onu öldürürlər və 1806-dan çaşbaş qalan Rus qoşunları Bakıda çaşbaş qalan, çünki Sisyanov başkomandan öldürüldü, gedirlər hara? Dərbəndə. Və əlqərəz, yadda saxlayırsan, 1806-cı ildə Quba, Dərbənd, Bakı və Quba ələ keçirmişdi. Dərbənddən sonra gəlirlər Bakını 1806-da tuturlar, ardınca da Qubanı 1806-da. Amma unutma ki, Dərbətlə Bakı tutulan kimi ləğv edilibdir. Yəni, tutulan kimi nəyə çevrilir? Onu əlbəttə ki, ləğv edirlər. 1806-cı ildə, 1806-da ləğv edilir. Amma Quba isə tutulan kimi ləğv edilmir. Onun ləğvi 1810-cu ildə olacaq. Bəs müəllim, bu 4 il ərzində nə olmuşdur desə, dedik ki, 4 il ərzində nə baş vermişdi? Heç nə. Qubada yerli əyalət deməli, hakimlər tərəfindən idarə edilirdi. Əyalət şurası yaradılmışdı. Deməli, 4 il Qubada nə fəaliyyət göstərib? Əyalət şurası. Sonra da burada üsyan qaldırdıqlarına görə Qubada üsyan baş verdiyinə görə üsyan baş verdiyinə görə Qubanı 1810-cu ildə ləğv etmək qərarına gəlirlər. İndi yoldaşlar davam edək. 1808-1809-cu ildə təkrar İrəvana yenə ruslar hücum edir, tuta bilmirlər və sən belə bir nəticəyə gəlirsən ki, müəllim dedi ki, 1808-9-cu ildə İrəvan xanlığı tutula bilmədi. Ümumiyyətlə belə bir nəticəyə gəlirsən ki, 1-ci Rus Qacar müharibəsində İrəvan xanlığı tutulmamışdır. Bu nəticəyə gələndən sonra baxırsan indi 1809-cu ildə deyirsən Qarababa döyüşü oldu. Qarababa döyüşündə yadda saxla ki, kimlər qalib gəlir? Yenə deyirik, Qacarlar qalib gəlir. Və Qacarların qalib gəldiyi döyüşləri belə yadda saxlayıram. 3 kilsə döyüşü, əsas döyüşlər, Qəmərli döyüşü, Qarababa döyüşü, Sultanbud döyüşü. Oldu mu? Qısı. Qılarla, yəni Qəmərli və nə dedik sonra? Qarababada Qacarlar qalib gəlir. Yerdə qalan bütün Rus Qacar, bir də orada Şahbulaq qalasının tutulması vardı Qacarlar tərəfindən. Lap Şahbulaq döyüşündə əlavə eləyək. Oldu. Bu da sizin xətrinizə olsun Şahbulaq döyüşü. Qacarlar qalib gəlib. Yerdə qalan tərəfdə isə döyüşlərdə isə Ruslar qalib gəlmişdilər. Nəysə, bu bir dənə məsələ var burada. Məsələ nədən ibarətdir? Ruslar artıq 1809-cu il, 1810-cu illərdə görünən odur ki, Rusiya artıq çox yorulub, hətta onlar razıdırlar ki, müəyyən ərazilər Qacarlara güzəştə getsin və güzəştə getməyə də razıdırlar və deyirlər ki, gəlin müqavilə bağlayaq. Amma burada Lənkəran məsələsinə görə iki tərəf arasında müqavilə imzalana bilmir. Yəni, Qacar və Ruslar arasında müqavilə imzalanmır. Niyə imzalanmır? Çünki Lənkəran məsələsinə görə imzalanmır. Və Lənkəran məsələsinə görə imzalanmır. Rusiya deyir ki, Lənkəran xanım Mir Mustafa xan bizim tərəfimizdədir. Qacarlar da deyir ki, bunun söhbətə nə dəxli var. Beləliklə, Ruslar Lənkəran uğrunda mübarizə aparır. Lənkəran uğrunda mübarizələr neçənci illərdə deyəndə deyirsiniz 1812, 1813-dür. 1812-də baş verən döyüşdə yaz Aslan Düzü döyüşüdür. Ən axırıncı döyüş isə Lənkəran döyüşüdür. Nəticədə hər ikisində Ruslar qalib gəlib Lənkəran tutmuş və Gülüstan müqaviləsini imzalamışdır.
İndi əzizlərim başlayırıq. Hansı ərazilər tutuldu? Gürcüstanın müqaviləsində də həmin ərazilər deyilir. Gəncə tutuldu Ruslar tərəfindən. Qarabağ tutuldu mu? Şəki, Şamaxı dedik ki, tabe edildi. Quba, Bakı, Dərbənd, Lənkəran tutuldu, düzdürmü? Şərqi Gürcüstan və Dağıstan Rusiyanın hakimiyyəti altına keçməsini Qacarlar qəbul edir. Amma İrəvan, Naxçıvan tutulmamışdı, düzdürmü? Bizdə dedik İrəvanla Naxçıvan tutulmadı və bu ərazilər Qacarların tərkibində qalır. Və yalnız Rusiya Xəzər dənizində hərbi donanma saxlamaq hüququ verilirdi. Bu məqamı da diqqətli olaq. Oldu mu? Belə, bir də deyir ki, Qacarlar dövlətinin ərazisində Rus tacirlərinə daxili gömrük rüsumu ödəməkdən, Rus tacirləri daxili gömrük rüsumu ödəməkdən azad idilər və Qacarlar və Rusiya dövlətində diplomatik korpuslar yaradılmalı idi. Bu məsələ hər kəsə aydındır. Bir də Gürcüstan müqaviləsində imzalanmasında yadda saxlayın ki, Qacarlar tərəfindən ingilislər də iştirak etmişdir. Onlar bir vasitəçi idilər. Qor-Oesli iştirak edibdir. İngilis həmişə Qacarın yanında olubdur. Birinci Rus Qacarda da, ikinci Rus Qacardadır. Hər şey əla, hər şey super. Düşünürəm ki, bu dərsi də asanlıqla öyrənə biləcəksiniz. Mən keçirəm onda ikinci etapa.